Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, Codera Test Bankında verilmiş, deməli, Python proqramlaşdırma dilinə aid olan belə bir sualın izahına baxaq. Sual bu formada verilmişdir. Deməli, bu alt proqramdır. Ona görə biz ilk öncə bu hissəyə nəzər yetirək. Bizə nə lazımdır, onu tapacağıq. Deməli, burada F2, 3, F2, 2, 4, 5. Deməli, ilk öncə biz bunu cavabını müəyyənləşdirməliyik. Gəlin başlayaq. Deməli, F2, 2, 4. Bunu tapmalıyam. Bunu tapmaq üçün hara müraciət edirəm? Baxın, bu hissəyə müraciət edəcəm. Deməli, yəni F, A, B, C. Deməli, burada A-nın yerində 2, B-nin yerində 2, C-nin yerində də 4 yazacağıq. Gəlin yoxlayaq. A böyükdürmü B-dən? And C böyükdürmü B-dən? A-mız 2, 2-dən böyükdür? Xeyr. And olanda onsuz da, yəni və deməkdir, hər iki tərəf ödənməlidir. Onsuz bir tərəf ödənmədi, amma yenə də digər hissəni də yoxlayaq. C 4 böyükdür B-dən, 2-dən. Bəli. Amma bu hissə ödənmədiyinə görə ondan sonra gələn hissəni icra etmirik. Deməli, elif, yəni else if-ə baxacağıq. Yəni A bərabərdirmi B ilə C-nin cəminə? A-mız nədir? 2-dir. 2 bərabərdirmi? Deməli, 2 ilə 4-ün cəmi 6-ya. Yox. Baxın, bu hissə də ödənmədi. Bu hissə də ödənmədi. Ona görə məcbur bu sonuncu hissəni yazacağıq. Deməli, A-mız 2-dir. B-miz də 2, 2, C-miz də 4. 2 dəfə 2, 4, 4 dəfə 4, 16. Deməli, bu bərabərdir. F2, 2, 4-ə bərabər olmuş olacaq. İndi isə F2, 3, bunun cavabı 16 oldu. Burada da 5. İndi bunu tapaq. Deməli, bunun üçün biz bura müraciət edəcəyik. Deməli, burada F2 funksiyası A, B, C. A-nın yerində 3, B-nin yerində 16, C-nin yerində 15 olacaq. Və burada deməli A ilə B ilə C-nin hasinin üzərinə A-nı əlavə edəcəyik. Deməli, A-mız 3, B-miz 16 vurulsun 5. 16 dəfə 5, 80. 80-in də üzərinə 3-ü əlavə etdikdə cavabımız olacaq 83. Cavab oldu D bəndi. Diqqətinizə görə təşəkkürlər.